Nətər gedir ayıqlığın, necədir? Olmuş. Yaxşıdır. Həmişə. Qaydasın. Nə qədər də ayıqsan? 2 aydan sonra 2 il olur da. 2 aydan sonra 2 il olur. İnşallah. İnşallah. Bu təzə gələndə bana narazılıqlar var idi, sıxılma var idi, darıxma var idi, deyirdin, mən bacarmayacağam. Necə oldu, necə keçdin o prosesi? Bir də boşluq olmasın da, yəni elə şeylər bir narazılıq eləməsin də. Bax, məsəl üçün, çıxandan sonra səndə əsas problem deyirdin ki, evdəkilərin kontrolu zadı. O kontrol nə yerdədir? Bax, evdəkilər ki, səni kontrol edir, nətərdir, necədir? O var idi, hə, bir ara var idi, amma indi demək olar ki, yəni yenə də var, ha, başlayan da var. Ay, sağ ol. Bu sözcü mənə narahat edən də. Yaxşıdır. Belə bilirsən ki, yəni o öhdəçiliklə, o 7 ildə o da başa düşmək olar. Məsəl üçün, bax, çöldə indi aktiv istifadədə olan insanlara nə demək istəyirsən? Ağlınızı başınıza yolun. Gəlin, sağ olun. 100%. Bildim. Ürəyimsən. Sənin minnətdarlıq var, qardaşım. Ayıqsan, Sən təmizsən. yaptın bunu. Çayla. Gözəl, gözəl. Sizin maşallah neçə nəfər? Uşaqlarınız maşallah ayıqdır da hamısı. Bomba kimi. 11 nəfərin 11-i də. Maşallah, maşallah. Canavar sıqaram. Hə. Fəxr edirəm sizlə. Qulluğunuzdayam, ürəyim. Qardaşların da hamısının bayramını təbrik elə mənim adımdan. Öpürəm. Allah sənin də canını sağ eləsin. Sənin də bayramın var. Sağ ol, ürəyim.